Elm və Təhsil Nazirliyində yeni ali təhsil proqramlarının hazırlanması məqsədi ilə yaradılmış komissiyanın növbəti iclası keçirilib. Elm və Təhsil Nazirinin müavini, komissiyanın sədri İdris İsayevin rəhbərliyi ilə keçirilən iclasda komissiya üzvləri və Nazirliyin rəsmiləri iştirak ediblər. İclasda komissiya üzvləri ilə birgə magistratura səviyyəsində təhsilin məzmununun təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Komissiyanın üzvü, Nazirliyin Elm, Ali və Peşə Təhsili şöbəsinin müdiri Turxan Süleyman, Ali Təhsil Pilləsinin magistratura səviyyəsi üzrə ixtisaslaşmaların yeni siyasi və magistratura səviyyəsi üzrə təhsil proqramlarının çərçivə sənədinin yekun versiyası haqqında iştirakçılara məlumat verərək bildirib ki, işçi qrupları tərəfindən magistratura səviyyəsində 10 ixtisas qrupunun ümumilikdə 129 ixtisası üzrə 925 ixtisaslaşma təklif edilib. Görüş iştirakçılarının müzakirələrinə əsasən səsvermə nəticəsində sənədlərə razılıq verilib. İclas müzakirə formatında davam etdirilib.